Mərhum Ayətullah-ül Uzma Nəcəfi Mərəşi böyük müştehidlərdən biri idi. Bir müddət mən şəxsən onun arxasında namaz qılmışam. Qumun hərəmində xanım Fatimə Məsumənin salamullah əleyha onun hərəmində o namaz qılırdı. Xüsusilə sübhlər biz çox gedərdik onun namazına. Tezdən gələrdi, bir saat qabaqdan gələrdi, oturardı öz mehrabında, məşğul olardı ibadətə. Bu bir insandı, təxminən demək olar 60 il, 70 il, bəlkə də biraz çox ömrün elmə sərf eləyib. İslamın xırdalıqlarına qədər oxuyub. Nə qədər də kitab çap olub, onların çoxunda bu rəy yazıb onlara, o kitablara. Rəyi var bunun, müqəddimə verib onlara. Özü də böyük bir kitabxana təsis eləyib, gedib indi o kitabxana dünyada neçə kitabxanadan biri sayılır, bütün dünya miqyasında. O xəstələnir, gəlir xəstəxanada yatır, həkimlər qulluq eləyirlər, hörmət eləyirlər, artıqlığı can necə lazımdır, lap həddən artıq. İndi bu çıxır, azad olub xəstəxanadan evinə gedir, həkimlər xahiş eləyirlər, bizə bir qulluq buyur, bizə bir buyruğun olsun. Deyir, Allah sizi saxlasın, siz kömək elədiniz, mənə qulluq elədiniz. Xahiş edirik, bizə bir şey buyur, bir əmr elə, bizə bir qulluq. Deyir, mənim sizə bir xahişim budur ki, siz nar ağacını araşdırın, salın, analiz eləyin, verin aparatlara. Görün, bunun insanın bədəninə nə münasibəti var? İnsanın bədəni ilə bunun bir münasibəti var, yoxsa yox. Bunlar da təəccüb eləyirlər, təzə bir söz eşidirlər. Baş üstə. O gedir, bunlar da məşğul olurlar. İndi bir gün, 5 gün, 10 gün, bir ay nə qədər məşğul olandan sonra bir şey ələ gətirə bilmirlər. Bir balaca, bir xırda bir şey tapırlar. Amma day başqa şey yox. Bir gün zəng eləyirlər, vaxt alırlar, gedirlər qumda onun yanına. Salam kəlamdan sonra deyirlər, ağa valla biz bu məsələni siz buyurandan buna məşğul olmuşuq. Necə lazımdır. Amma bir xırda məsələ biz tapmışıq bundan, başqa bir şey əldə edə bilmədik biz bundan. Yenə də sən buyursun, özümüzdən böyükləri də başa salarıq, onlara da deyərik bu məsələni, onlardan da xahiş eləyək, onlar məşğul olsunlar. Bəlkə bir xaric ölkələrdə olan alimlər, bu sahələrdə işləyən insanlar, onlara da bəlkə bir şey deyək. Deyir, nə tapdınız, o xırda şey nədir tapıbsınız? Deyir, biz insanın bütün üzvləri ilə bu ağacın münasibətini yoxlamışıq, heç bir şey əldə etməmişik, amma insanın dişlərinə əgər nar ağacı dəysə ziyanı var. Biz bunu tapmışıq. Elmi baxımdan nar ağacın əgər vırasan insan dişlərinə vırsa, o dişlərə ziyanı var. Deyir, gördü, bunun gözlərindən yaş gəlir. Yaş axıdır, gözündən yaş aldı. Deyir, biz təəccüb elədik, ağa. Deyir ki, mənim məqsədim buydu. Mən təəccüb elirdim ki, İslamda Peyğəmbər bizə buyurur, İmam Sadiq əleyhissalam bizə buyurur ki, sufra başında çörək yeyəndən sonra hansı bir ağacla, çöpünə, çüləklə, bir şeylə dişlərinizi təmizləyin. Nar ağacından başqa. Nar ağacın dişinizə vurmayın. Deyir, mən buna təəccüb elirdim ki, bu nə olan şeydir? Diş təmizləmə yaxşıdır. Amma nar ağacı niyə istisna olub? İndi bilirəm ki, onun dişin dibinə ziyanı varmış. İndi bu bir xırda məsələdir. Bunu adam eşidəndə
biraz da bəlkə də təəccüb eləyir. Amma bundan böyük məsələlər. İndi o barədə əgər insan bir dəfə söhbət eləyə, Quranda olan elmi məsələlər yaxud hədislərimizdə olan elmi məsələlər ki, imamlarımız İmam Sadiq əleyhissalam onları öz dərsində neçə min şagirdi var idi, o dərsində olan şagirdlərini açıqlayıb və onlar bugün bizim əlimizdə bir hədis kimin, qiymətli bir hədislər kimin bizim əlimizdədir, onda adam görər ki, nə təəccüblü hallar var burada. Biz öz kitablarımızda bunları oxuyuruq, bunları baxırıq, heç kim etina eləmir. Amma Moskvadan bir alim çıxanda, nə bilim, New York'da bir alim çıxanda, Almaniyadan, İngiltərədən bir alim bir şey deyəndə, onda deyirlər filan kəs deyib onu. Yenə də baxırsan, kökünə gedirsən, görürsən ki, elə o da buradan öyrənib bəlkə də. Çünki bəzisində mən eşitmişəm onları. Mənim bir sinif dostum var, çox böyük alimdir o. Çox böyük alimdir, həkimdir. Amerika həkimlərinin içərisində oradan neçə dənə o şuranın bir üzvü budur. O şuranın üzvüdür o. İranda yaşayır, amma ayda bir dəfə, 2 ayda bir dəfə o şuranın iclasında iştirak eləyir bu. Çox böyük alimdir. Uşaqlıqdan sinif yoldaşı olmuşuq ondan. İndi də münasibətimiz yaxşıdır. O mənə hərdən danışır, orada olan o şuranın söhbətlərindən. O deyir, bəzi şeyləri onlar danışır, mən onlara onun ayəsini oxuyuram Quranda, onlar təəccüb eləyirlər. Bir şey danışırlar, onlar danışanda, mən ona bir hədis demişdim, o gedib orada, o şurada iştirak eləyib, deyir, o söhbət ki oldu, mənim yadıma düşdü sən oxuyan hədis. Deyir, mən o hədisi onlara dedim, o hədisi onlar eşidəndən sonra təəccüb eləyirdilər ki, bu hədisin elmi kökü var bunun. Ki qayıdır 1400 il bundan qabaq bizə İmam Sadiq əleyhissalam, İmam Baqir əleyhissalam onları bir hədis kimi bəyan edib. Odur ki, məqsədim budur ki, burada Həzrət buyurur, insan ki o günlərdə hər bir əməl eləyir, o əməlin savabı 1000 ayın əməlindən, savabından artıqdır. Hər əməl eləyir. İndi dedim, fərqi yoxdur. Pul verir birinə, yaxud gedir silə ərham eləyir, ya valideyninə gedir, xidmət eləyir. Hətta fasik valideyninə, hətta əgər valideyni fasik də olsa, insanın ixtiyarı yoxdur ki, ona cavab qaytarsın, ona pis desin, ona hörmətsizlik eləsin. Bir dənə Allah istisna qail olub burada. O istisna da budur ki, əgər valideyn bir şeyə əmr eləyir, o haramdır, sən onu eləməməlisən. Bir şey, əgər Allah deyir elə, valideyn deyir eləmə, valideynin sözünə baxmayacaqsan, o da vacibdədir. Amma əgər müstəhəbbi Allahın əmri olsa, valideynin sözü üstündür. Allahın əmridir, amma vacibdir, müstəhəbbidir. Məsəl üçün gedirsən Şamaxıya toya. Dostun toyudur, sən də dəvət eləyib Şamaxıda. İstəyirsən gedəsən, deyir ki, mən icazə vermirəm. Mən xahiş edirəm, sən getmə. Ya əmr edirəm, getmə. İndi qalıb münasibət üzər. Münasibət üz necədir? Xahiş eləyir, əmr eləyir. Sən ixtiyarın yoxdur ki, gedəsən o toya. Zəng elə dostuğa, denən atam icazə vermədi. Orada zəng elərsən, bir nəfər toy pulunu verər. Eyb yoxdur. Çünki ata əmr eləyir, getmə. İndi əgər birdən sözünə baxmadın, getdin, gecəni qaldın Şamaxıda, toyu elədin, sabahları gəldin. Belə, axşam namazın Şamaxıdakı bir gün qalıbsan, səfərdə namaz qəsridir də, düzdür? Bir gün qalıbsan da, 10 gün qalmayıbsan ki. 10 gün qalsaydın, bütöv qılardın. Amma çün bir gün qalıbsan, namaz necədir? Qəsridir.
Lakin şun atanın sözünə baxmayıbsan, səfər haram səfərdir, haram səfərdə namazlar qəsridir, tamamdır. Əgər atonun sözünə baxmadın, getdin Şamaxıda toy elədin, namaz qılsan orada namazı gərək tamam qılasan. Çün atanın sözünə baxmayıbsan. Bu səfər imzalanmayıb. Bu səfər Allah məhzərində səfər kimi qəbul olmayıb. Tain ki namazda şikəstə qəbul ola. Çün bu səfər ki gedibsən qəbul olmayıb, imzadan keçməyib, Allahın təsdiqindən keçməyib, hökmü də onun elə o cürdür ki, səfərə getməsəydin, necə qılacaqdın, o cür qılacaqsan. Yəni, görürsən ki, çox mühümmidir. Hətta dedim, ata fasıq da olsa, ata sən bəyənən ata da olmasa, indi sən bəyənmirsən, o başqa məsələdir. İslami insandır, mömin insandır, namaz qılmır, Allaha ibadət eləmir, o başqa şeydir. Kafirdir, o başqa şeydir. Allah özü bilər, öz bəndəsi. Amma sənin atondur. Əli əleyhissalam buyurur, biz müharibədə gördüm bir insan üzləşib atası ilə, mən də bir nəfər ilə üzləşmişəm. Həzrət buyurur, onun atası kafir idi. Əbu Süfyanın leşlərinin içindeydi. Həzrət deyir, mən gördüm bir nəfər ilə mən üzləşmişəm, bu da öz atası ilə üzləşib. Deyir, mən onu çağırdım, dedim, düzdür aton Əbu Süfyanın qoşunundadır, sən də Peyğəmbərin qoşununda. Amma gəl onları dəyişək. Sən atoyu öldürmə. Sən keç bir yana, o ki mən öldürəcəkdim, onu sən öldür, atoyu qoy mən öldürüm. Sən öz atoyu öldürmə. Gör, nə qədər incəliklər var İslamda. Həzrət buyurur, oturmuşam evdə, hala indi söz qaydacıyam bura. Həzrət buyurur, bir gün qonaq gəldi. Əli əleyhissalam. Deyir, qonaq gəldi bizə öz oğlu ilə. Gəldilər, əyləşdilər, çıxdıq, hörmət elədik, buyur, əyləş, apardıq qonaq evinə. Qonaq evi yox idi ki, bir dənə evi idi, amma orada otururdu da, belə deyildi. Deyir, əyləşdik orada, çörək gətirmədən əvvəl, qədim belə idi də, su gətirərdilər, hamı əlin yuvardı. Su gətirərdilər, əvvəl əllərin yuvardılar, sonra Peyğəmbərin vəsiyyətlərindən biri odur da. Yeməyin barəsində Peyğəmbərin, əgər səhv eləmirəm, 27 dənə vəsiyyəti var. Yeməyin barəsində. Biri də odur ki, əvvəldə əli yuvasan. Əli əleyhissalam deyir, durdum, qab gətirdim, 2 dənə qab, biri sudur, biri boş, bundan tökürəm, o da əlin yuvur. Mən deyir, atabala gəlmişdilər. Tuttum, ata əlin yudu. Ata əlin yuvandan sonra, deyir, çağırdım oğlum Həsəni, dedim, gəl indi, sən su tök, qoy balası da əlin yusun. Dedilər, bən nə əcəb? Dedi, istəmədim ki, ata ilə balıya bərabər ehtiram ola. Ata ilə balıya bərabər dərəcədə ehtiram ola. Qoy atanın ehtiramı öz yerində qalsın, balanın da ehtiramı öz yerində qalsın. Bax, görürsən, nə qədər incə-incə söhbətlər var İslamda. İslam danışanda Allah nə qədər məhəbbət ilə danışır. Bax, bunların hamısını bizə deyir, amma bunların hamısını İmam Sadiq əleyhissalam, İmam Baqir əleyhissalam, Əli əleyhissalam, İslam Peyğəmbəri şirin dil ilə bunları bizə deyiblər. Şirin dil ilə bizə deyirlər. Orucun ayəsi nə cür deyir bizə? Kutibə aleykumus siyam. Sizə orucu vacib eləmişəm. Kəma kutibə aləl-ləzinə min qəblikum. Sizdən qabaqçılara da var idi, ha, narahat olmuyor. Yəni, belə təsəvvür eləməyin ki, bu sizə yazılıb. Sizdən qabaqçılara da var idi bu. Kəma kutibə aləl-lə. Aparırsan elə bir uşağa, məsələn, peyvənd üçün iynə verirlər da uşağa. Belə deyil. Görürsən, anası onu başa salır. Deyir ki, bax, bu lazımdır ya. Ondan göstərir. Deyir, bax, o uşaqların hamısı bundan vırıblar, bax, bu iynədən.
Ya o ürək verir ona. Yəni o görsün ki, mən təhdürəm. Ondan sonra yavaş-yavaş deyir, لَعَلَّكُمْ تَتَّقُونَ. Nəticəsi də belə olacaq sizə. Belə təqvalı olacaqsınız, belə yaxşı olacaqsınız. Ondan sonraki ayədə deyir ki, amma səfərə gedəndə tutmayacaqsınız. Amma narahat olmayın, xəstə olanda oruç tutmayacaqsınız. Ayəni oxuyun. Görün, ana balası ilə o cür danışa bilər. O gözəllikdə danışır. Yəni İslamın bütün hökmü, qanuni, sözü, söhbəti, hədisi, imaməti, nübüvvəti hamısı belənçi xırdalıqları ilə, incəlikləri ilə bizə deyilib, amma biz təəssüflər olsun ki, xəbərimiz yoxdur bunlardan. Odur ki, Həzrət buyurur, bax, bu ayda və bu günlərdə əməlin ibadəti belədir. Bir iki cümlədə oxuyun, buyurur, Əyyuhən nas, İnnə şumusə şəhri Rəməzan, Rəməzanın günəşi lətətlu'u aləs-saimin və saimat. Rəməzanın günəşi şaxdı sizə. Yəni ki, dərk elədiniz Rəməzanı. Çünki axı birinci gündür. Birinci gün ki, oruç tutublar, günorta Həzrət bunları danışır. Günortaya qədər günəşi əgər görüblər, bu dair Rəməzana aiddir, dünənki günə aiddir. Buyurur, və innə əqmarəhu ləyətlu'u ələyhim bir rəhmə. Ramazan ayının gecəsin keçən gecə görmüşük. Çünki əvvəl gecə girir də. Və o ayda gecə göydə Ramazanın ayın görmüşük, hilalın görmüşük biz. Və o rəhmət ilə bizə baxır. Və ma min yevmin və leylətin minəş-şəhr. Və Ramazan ayında hər bir gün və hər bir gecə İlla vəl birru minəllahi teala yətənasəru minəs-səma əla hazihil ümmə. Allahın yaxşılıqları, ehsan başqa, rəhmət başqa, məğfirət başqa, birr başqa. Birr mənası, yəni yaxşılıqlar. Allahın yaxşılıqları, onlar sizə nazil olur. Fəmən zəfirə min nisarillah bizərrətin. Əgər bu Allah sizə başuza yağdırdığı birrilər, yaxşılıqlardan hər kəs zərrə qədər. Əlbəttə bunu iki cür oxuyublar. Mən indi əslin bilmirəm hansıdır. Hədislərdə də elə ikisini də yazıblar. Bizərrətin ya biddurrətin. İkisinin də mənası çıxır. Zərrənin bir mənası çıxır düzdür, dürrənin bir mənası çıxır. Yəni dürrə desə mənası belə çıxır ki, yəni hər kəs Allah nazil eləyən yaxşılıqlardan bir dürrə qədər götürürsə, çünki dürrə qiymətli bir şeydir. Allah nazil eləyənlər də hamısı qiymətlidir. Ya bir zərrə qədər əgər götürsə, ondan istifadə eləsə, buyurur ki, onda kərəmə ələllah yevməl qiyamə. Allah məhzərinə qiyamət günü daxil olanda kəramətlə daxil olacaq. Allah onu əziz eləyəcək. O izzətlə daxil olacaq. Və ma kərəmə əbdun ələllah illa ca'aləl cənnətə misva. Və hər kəs də Allah məhzərinə izzətlə daxil olsa, təbii ki, Allah onu öz cənnətinə aparıb və cənnətində ona yer verəcək.